Keçən dəfə Həzrət Əli haqqında video paylaşmışdım. Videonun altına belə bir yorum yazıblar ki, Həzrət Əli möminlərin əmiridir yazıblar. Biz bəzən Həzrət Əlidən danışanda bəzi insanlar əfsuslar olsun elə düşünürlər ki, biz Həzrət Əlini sevmirik, onunla düşmənik, onu möminlərin əmiri kimi qəbul etmirik. Halbuki Həzrət Əli bəli möminlərin əmiridir, bizə görə də ona şək eləmirik. Həzrət Əli əmrəl-müminindir. Və Həzrət Əli o şəxsdir ki, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin evində böyümüş, ondan əxlaq öyrənmiş və Allah Rəsulü sallallahu aleyhi və səlləmin, yəni Peyğəmbərimizin cənnətlə müjdələdiyi sahabələrdən biridir. Həmçinin Həzrət Əli Peyğəmbərimizin əhl-i beytindəndir, yəni ev əhlidir və hətta əhl-i beytin içində belə ən fəzilətli şəxs Həzrət Əlidir, Allah ondan razı olsun. Yəni Həzrət Əlini necə sevməmək olar? Yəni onu mömin sevər. Hətta Peyğəmbərimiz nə deyir hədisdə? Ey Əli, səni mömin sevər, sənə münafiq düşmən.